Yuxuda öz toyunu görmək müxtəlif mənalar daşıya bilər və bu, görənin həyat vəziyyətinə, emosional durumuna və yuxunun kontekstinə görə dəyişir. Toy, adətən dəyişiklikləri, yeni başlanğıcları və ya keçid dövrlərini simvollaşdırır. Bu cür yuxuların ən ümumi təfsirini təqdim edirəm. 1. Yeni başlanğıclar və dəyişikliklər. Yuxuda öz toyunu görmək, həyatda yeni bir mərhələyə, dəyişikliklərə və ya yeni bir başlanğıca qədəm qoymaq əlaməti ola bilər. Bu, bir işdə, əlaqələrdə və ya şəxsi inkişafda irəliləyişlərə işarə ola bilər. Toy, adətən birləşməyi və yeni bir mərhələyə keçidi simvollaşdırır. Buna görə də yuxu yeni imkanlar və dəyişikliklər barədə bir xəbərdarlıq ola bilər. 2. Həyatın böyük qərarları ilə əlaqəli qorxular və narahatlıqlar. Toy, insanların həyatında böyük bir addım atmaqdır. Yuxuda öz toyunu görmək, bu cür böyük qərarlara və addımlara qarşı duyulan qorxuların və narahatlıqların ifadəsi ola bilər. Bu, evlilik və ya başqa bir vacib həyat qərarı ilə bağlı bəlkə də qaranlıq fikirlərinizin, narahatlıqlarınızın yansımasıdır. 3. Evlilik və ya münasibətlər. Yuxu, evlilik və ya münasibətlərlə bağlı mövcud düşüncələrinizi əks etdirə bilər. Əgər yuxuda toy müsbət bir atmosferdə keçirsə, bu, həyatınızda daha sağlam və müsbət münasibətlərin başlanğıcı ola bilər. Əgər yuxuda bəzi çətinliklər və ya gərginliklər yaşanırsa, bu, şəxsi münasibətlərinizdə narahatlıqların və ya problemlərin olduğunu göstərir. 4. Tənhalıq və ya birlik arayışı. Yuxuda toyunuzu görmək, həmçinin tənha hiss etdiyiniz və həyatınızda kimsə ilə birləşmək istədiyinizə dair bir göstərici ola bilər. Bəzən bu cür yuxular, insanların özlərini tam hiss etmədikləri bir mərhələdə olmaq və ya başqaları ilə daha dərin əlaqələr qurma istəyi ilə bağlıdır. 5. Özgüvən və özünü qiymətləndirmə. Yuxuda toy etmək, bəzən insanın özünə olan güvənini artırmaq və ya özünü daha yaxşı hiss etmək istəyi ilə əlaqəli ola bilər. Bu cür yuxular, insanın həyatında uğurlu və ya məmnuniyyətlə dolu anları yansıdır və bəzən şəxsi inkişafın təzahürüdür. 6. Keçmişin təsiri. Yuxu, bəzən keçmişdəki münasibətlərinizdən, keçmiş sevgililərinizdən və ya əvvəlki evliliklərdən gələn təsirlər ilə də əlaqələndirilə bilər. Bu cür yuxular, keçmişi bağlama və ya yeni başlanğıclara açıq olmaqla bağlı hisslərinizi əks etdirə bilər. Yuxunun mənasını dəqiqləşdirmək üçün, toyun necə keçdiyinə diqqət yetirmək önəmlidir. Məsələn, toyun xoşbəxt və müsbət keçməsi yaxşı xəbər. Amma toydan narahatlıq hissi ilə oyanmaq bəzi stres və ya qərarsızlıq əlaməti ola bilər. Toyun qonaqları, ətraf mühit və digər detallar da yuxunun mənasına təsir göstərə bilər. Bəzi insanlar yuxularında tanış olmadıkları insanları və ya qeyri-adi vəziyyətləri görə bilərlər. Bu da həyatlarında fərqli insanlarla qarşılaşma və yeni sosial əlaqələr qurma ehtiyacını simvollaşdırır. Yuxuların təfsiri çox subyektivdir və hər bir insanın həyat təcrübəsi və düşüncələri fərqli olduğundan, yuxu hər kəs üçün eyni mənada olmaya bilir. Belə videoların davamı üçün kanala abunə olmağı unutmayın.